Paytaxtda yağıntılı hava, bəzi bölgələrdə isə qarlı hava müşahidə olunur. Faktiki hava ilə bağlı bizə açıqlamanı Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova verib. Eşidək. Soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti dəyişilir. İntensiv xarakterli yağıntılı hava şəraiti müşahidə olunur. Dağlıq ərazidə isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahdağda 49, Qırızda 17, Xınalıqda 10, Kəlbəcərdə 7, Laçında 5, Qubadlı və Şuşada isə 1 sm-dir. Düşən yağıntının miqdarı Bakı Abşeron yarımadasında 104 mm qeydə alınıb ki, bu da aylıq normanın 440%-ni təşkil edir. Təxminən 4 dəfədən çox. Əksər rayonlarda isə xüsusilə Kürdəmirdə 69 milli, aylıq normanın 201%, Qusarda 68, aylıq normanın 181, Xızıda 67, aylıq normanın 149, Xaçmazda 61 milli, aylıq normanın 251, Xaltanda 60 milli, aylıq normanın 160, Qubada 52, aylıq normanın 138%, əksər rayonlarda isə aylıq normanın 50-100%-ni də təşkil edir. Şimal-qərb küləyi, küləyin maksimal sürəti Daşkəsən, Şahdağ, Qubada 20, Şabran, Bakı Abşeron yarımadasında isə 18 metr/saniyədə çatır. Yağıntılı hava şəraitinin Bakı Abşeron yarımadasında martın 29 gündüz saatlarının tədricən kəsiləcəyi gözlənilir. Bölgələrdə də 31-nədək fasilələ yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə yağıntıların intensiv xarakterli olacağı, dağlıq ərazidə isə qar yağacağı ehtimal olunur. Havanın maksimal temperaturu Aran rayonlarında 10-14 dərəcə isti, dağlıq ərazidə isə 3 dərəcədə şaxta olacaq.